Salam dostlar. Deməli diqqətlə qulaq asın, çünki bu video yeni bir çox vacib seriyanın başlanğıcıdır. Birincisi onu deyim ki, YouTube-da mən çox seriyaya başladım, yekunlaşdırdım. Məsələn, playlistlər hissəsinə girsəniz, görərsiniz ki, ehtiyac olan bəzi seriyalar, məsələn, Mindfulness, Order Flow seriyasıdır. Hər biri üçün müəyyən dərslər var. Amma yeni başlayan biri və yaxud da yeni kanalı tanıyan biri hardan başlayacağını, necə başlayacağını bilmir. Dərslər qarışıqdır. Bir dərs bir neçə dəfə var. Ona görə bu çox şeyləri düşündükdən sonra yeni bir seriyaya başlamağa qərar verdim. Və bir də kanalda əksik olan çox dərs var idi eyni zamanda və aylardır üstündə işlədiyim indi proyekti göstərirəm. Hansı ki, burada ən sıfırdan başlayaraq lazım olan bütün dərslərin aylardır mən bunların üstə əziyyət çəkərək sizin xəbəriniz olmadan planlarını cızırdım, hazırlayırdım. Bütün hər şey, məsələn, Hərras teoreminə aid olan bütün mövzular, failed auction və s. və overlaps. Yəni hər şey, yəni bir traderin ehtiyac ola biləcəyi hər şey, istər psixologiya məsələləri olsun, istər risk tərəfi olsun, niyə birə error lazımdır, win rate necə yüksək tutulmalı və s. Bu dərslərin hamısının bir növ mən planını hazırladım. Əmrlər necə işləyir, market əmri gəldi, limit əmri necə doldurur, qiymət necə hərəkət edir. Bunların hamısını vizual sərgəli formada belə çəkmişəm aylardır. Bunun üstündə əziyyət çəkərək video materiallar planını hazırlamışam və bunları hər gün bir neçə video sürətlə yükləyəcəm artıq. Sürətlə yükləyəcəm. Siz də hər gün girib bunlara baxa biləcəksiniz. YouTube-da baxsanız ki, məndə videolara hardasa 83 dənə video var. Və yəni burada təməl dərslər var sıfırdan. Bunlar da eyni zamanda sıfırdan dərslərdir, amma indikilər daha peşəkar olacaq. Bunlara da baxa bilərsiniz ümumi olaraq, amma indi daha yaxşı dərslər olacaq. Ona görə deyirəm ki, bütün sıfırdan başlayanlar, mənim kanalda dərslərimə baxanlar bir də bunu müvəqqəti saxlasın izləməyi. Bunları hələ ki saxlasın, izləməsin, sonra izləyə bilər. Çünki o sıfırdan yeni, daha keyfiyyətli, daha aydın izah elədiyim dərslər gələcək. Yəni ki, onsuz da onlara baxacaqsınızsa, bir də bunlara baxmanıza heç ehtiyac yoxdur. Burada order flow vacib mövzular bəli izah edəmişəm, amma eyni zamanda da burada da çox gözəl səliqə çəkərək, yəni istər Hərras teoreminin ikinci hissəsi olsun, order flow'un ikinci hissəsi olsun, məsəl üçün responsive initiative aktivliklə necə istifadə etmək lazımdır, absorption tam olaraq necə istifadə etmək lazımdır və s. Çox şey var. Sadəcə daxil olmayan şeylər mentorluğa daxil olan özəl dərslərdir. Ondan başqa ehtiyacınız olan bütün mənbələrdə tapa biləcəyiniz hər şey. Yəni heç yerdə, hətta buradakı dərslər, buradakı olacaq dərsləri bu cür izahla, bu cür sadə dildə izahla heç yerdə tapa bilməyəcəksiniz. Məsələn, market profilinin buradakı sadə dildə izahı var. Mən bunu izah eləyəcəyim kimi heç yerdə tapa bilməyəcəksiniz. Çünki mənim özümdə tapa bilməmişəm. Əgər olsaydı da mən sizə deyərdim ki, baxın, gedin filan yerdən öyrənin. Bunlar sadəcə burada olacaq və aylardır da mən bunların üstündə titizliklə işləyirəm ki, bu dərslər necə olmalıdır, necə ən mükəmməl formada olmalıdır ki, sizlər başa düşəsiniz. Və bu dekabr boyunca sürətlə 50 dənə dərs olacaq təqribən, hər şey daxil, bunları yükləyəcəm. Deməli, sizlər nə etməlisiniz? Ümumi baxaq ki, bu 50 dərslik video seriya nələr daxildir? Ən sıfırdan sona qədər hər kəs üçün sistemli dərslər, ehtiyac olan bütün videoları əhatə edəcək, bütün yəni mövzuları əhatə edəcək. Fərqli mənbələr, fərqli dillərdən istifadə edərək zorla tapmağınıza ehtiyac yoxdur artıq heç nə. Çünki lazım olan, həqiqətən mövcud olan hər şey burada olacaq. Yəni ki, hardansa tapa biləcəyiniz hər şey, istər Patrick Neal'in kursu olsun, istər başqa xarici, türk dilli, ingilis dilli mənbələr olsun. Bunları artıq gedib eşələnməyə, çətinliklə tərcümə eləməyə, saatlarla oturub 10 saatlıq videolar izləməyə ehtiyac olmayacaq. Bu, necə deyim, trading Azərbaycan tarixində çox vacib bir dənə video seriya olacaq ki, hansı ki, bir növ bu dərslər bu tarixin çox vacib bir parçası olacaq.
Ona görə bunlara diqqətlə baxın və nə etməlisiniz birazdan deyəcəm. Dərslər deməli hər axşam saat 9:30 PM-də, yəni onun yarısı paylaşılacaq. Bir neçə dərs, bəzən bir dərs, bəzən 2-3 dərs, bəzən 3-4 dənə dərs. Yəni sürətlə paylaşacağam, tezliklə yekunlaşsın deyə. Dərsin PDF-i NT Senat Telegram qrupuna göndərəcəm. Aşağıda qrupun, kanalın linklərini yerləşdirirəm. Oradan keçib qoşula bilərsiniz, baxa bilərsiniz, daha ətraflı aramıza qarışa bilərsiniz. Son dərslə bağlı sualları birbaşa mənə verə biləcəksiniz. Yəni bir dərsə baxıbsınız, o dərsi başa düşməyibsinizsə, yəni və yaxud da nə isə orada başa düşmədinizsə, həmin orada izahda sadəcə nə etməlisiniz? Həmin qrupda sual hissəsində dərsin başlığını yazacaqsınız. Məsəl üçün dərs 5-də filan məsələyi başa düşmədim. Mən qısa mətn mesajı və yaxud da sərs mesajında sənə bir daha onu tam ətraflı izah edəcəm. Düzgün öyrənmək üçün və yaxşı nə etməlisiniz? Dərsləri bitirənə qədər sosial şəbəkələrdən uzaqlaşın. Yəni olmayanda uzaqlaşın deyirəm ki, yəni saxta kontent tükətməyin, özünüzə zərər verməyin. Beyniniz tam açıq, təmiz olsun ki, yeni şeyləri rahatlıqla öyrənə biləsiniz əziyyət çəkmədən, çox çətinlik çəkmədən, çox fərqli o tərəfə bu tərəfə yönəlmədən bir şey üstündə qalasınız. Tamam sadə olsun, beyniniz tam bir şey üstünə fokuslana bilsin. Müxtəlif istiqamətlərə qaçmağa çalışanda, bir əllə 5 qarpız tutmağa çalışanda ondan da olursunuz, o birisindən də olursunuz. Hər dərsin qeydlərini götürün. Məsələn, bu dərsdən nə öyrəndiniz, o dərsdən nə öyrəndiniz yeni. Qeydlər üçün Notion istifadə edə bilərsiniz. Windows istifadəçiləri OneNote və yaxud da iOS istifadəçiləri Notes, Mac istifadəçiləri yəni OneNote şey üçün də Windows bilirsiniz Notes. Bunları istifadə edə bilərsiniz. Ümumi olaraq Notion da yaxşıdır, hər üçü yaxşıdır. Dərsləri sistemli jurnala ala biləsiniz deyə. Dərslər sıfırdan başlayandan tutmuş bu sayədə bir neçə il təcrübəsi olana qədər hər kəsə aiddir. Amma sadəcə ola bilər ki, sıfırdan başlamayıb biri, biraz məlumatı var, təcrübəsi var. Şərt o deyil ki, sıfırdan baxsın artıq. Nə hardan bilmirsinizsə, yəni hardan artıq yeni mövzular gəlirsə sizə, yəni ki, təməli bilirsiniz, digər tərəf order flow-la bağlı daha nisbətən qarışıq mövzular bilmirsiniz, o zaman oradan qoşulub baxa bilərsiniz. Bilmədiyiniz yerdən. Amma bu dərs, bu seriya hər kəs üçün olacaq. Yəni bu sahəyə başlamağa çalışan, nəsə öyrənməyə çalışan, çətinliklə mənbə axtaran, heç nə tapa bilməyən, 50 dənə yerdən hərəsindən bir şey öyrənməyə çalışan o qədər insanlar var tanıyıram ki, bunlar hər kəs üçündür ki, hər şeyi birdən-birə silib tam belə sıfırdan oturub baxsınlar ki, beyinləri tam təmiz yetişə bilsin, formalaşa bilsin. Məndə YouTube-da kanalda dərslər qarışıqdır, düzdür, yaxşı dərslər olsa da sistemini izləyə bilmirlər. Dərslər sürətlə qısa müddətdə yekunlaşdıracağam və toplam təqribən 50 dənə dərsdən ibarət olacaq. Yəni bayaq göstərdiyim kimi planlarını hamısını hazırlamışam, bir hissəsini göstərirəm bunların. Yəni marketing mexanikası necə işləyir, məsələn orderlar necə matching olunur, matching alqoritmləri necə işləyir. Bunlar haqqında yəni o qədər gözəl vizuallarla izah eləyəcəm ki, yəni üstündə qələmlə çəkə-çəkə nədir, nə necə baş verir, bu əməliyyatlar hansı kontekstlər istifadə edə bilərsiniz order flow-da, necə filtrləməlisiniz, yüksək win rate-ə necə çatmalısınız və s. bu kimi şeylər haqqında danışacağam. Belə, bir daha uğurlar sizə, növbəti dərsdə görüşəndək.